Buradasan. Cəmilə görə test izah eləyəcəm. Gözüm Cəmil burada yoxdur. Nəsə, girəndə eləyərik, izah eləyərik. Onda başlayaq. Yaxşı izah eləməmişəm. Deməli, baxın. Bir sual simvoludur, bir də ulduz. Word-ü görürsünüz siz. Hə. Bəli. Bəli, bir simvolu sual öz üzərinə götürür. İstənilən sayda simvolu ulduz üzərinə götürür. Yəni tələbə bəzən soruşur, müəllim, bu ulduz məsəl üçün 3 dənə simvolu əvəz eləyə bilər. Bir dənə simvol əvəz eləyə bilər. Həm 0 dənə. Bəli, qardaş, özümüz deyirik ki, və ya kitabda da yazıb ki, istənilən sayda. Təbii ki, mənfi ədədlər xaric, bütün natural ədədləri əvəz eləyə bilir. Təbii ki, mənfi sayda heç bir ədəd ola bilməz. Axı, sayda biz mənfi istifadə eləmirik. Ə, deməli, bir dəqiqə üstünü sayın. Stop video. Demək, baxın, yazırıq. Magistr sözü. Bunu yazıq, bu söz bizə həmişə düşür. Magistr. İndi aşağıda bunun variantlarını yazın. Yazıram. A variantı. M, A, C, I. O cümlə bax, belə izah eləmişdim. Xatırlayırsınızsa. Sual. Doğrudurmu, səhvdimi? Səhvdir. Yanlışdır. İki dənə simvol olmaz. Ay, sağ Çünki ol, bir səhv. simvol. Simvolu əvəz eləyə bilir. Bə. Yaxşı, qulaq asın dərsən. Magistr sözü S-dan sonra iki simvol istifadə edildiyinə görə biz burada sualı onun yerinə əvəz edə bilmərik. Yəni sual bir simvola güc satır. Yox, əgər bir dənə sual yazsan, bəli, indi düzəldi. Magis yerdə qalan tırının əvəzində iki dənə sual. Bəs bir dənə də sual Səhvdir. Səhvdir, olmayacaq. Bəli, səhvdir. Çünki o boşluqlarla işi olmamalıdır. ay sağ ol. Ulduz Çünki bu ola sual bilərdi amma. işarəsi ay sağ ol. Bu sual işarəsi heç Ulduza vaxt baxmır. Tamam, əsas suala Hə. baxırıq. bəli Ulduzun boş işidir yerə o. istifadə oluna Ulduzu. bilməz. Dinləyin. Sual işarəsi boş yerə istifadə olunmur. Amma ulduz işarəsi boş yerə istifadə oluna bilər. Nə deməkdir bu? Bax demirsən ki, bu axırıncı artıqlıq eləyir burada. Mən onu silirəm, yerinə yazıram ulduz. İndi səhvdir yoxsa düzdür? Düzdür, çünki ixtiyari simvolu deyirdik. Ay O sağ sıfır ol. Düzdür ola müəllim. bilər. O ixtiyari simvolun içində sıfır da var. Əgər mən bu M hərfinin qabağında hərf görmürəmsə, deməli burada neçə hərf var? Sıfır dənə, hə? Sıfır. O sıfırın Yəni yerə də ulduz yaza gətirib bilərik. bəli, Ulduz. ulduz yaza bilərəm. Ona görə deyirik ki, ulduz həmişə nə əski idi, nə də artıqdır. Qısası mən buradan səhv tapa bilmərəm. Ona görə bütün səhvlər gəlib düşür Suala sualımıza. bax. Bəli. Bax görsən, magis bir dənə yazıram buradan, ulduz. Nə olur? Düz olur. Düzdür müəllim. Bəli. Düz olur. Tırı Çox. tırı. A Düzdür, variantı bəli. düzdür. Keçdi B variantı. Yazıram. M, ulduz, sual, R. Yox, düz olmadı. Düzdür. Düzdür, Düzdür düzdür. müəllim. Yox, Düz Sual bir deyim, nəvə müəllim, deyir. düzdür. Düzdür müəllim. ulduz bir neçəsini tamamlayır. Düzdür, Ay sualı sağ tığ ol. yazıb Düzdür. qalar. Magis, T-ni ulduz. Bəli, bu düzdür. Prosta məni maraqlandıran burada bir sual var. Sual işarəsi, bax bu sual işarəsi 100% hansı hərfi əvəz edib? Tığını, T-ni. tığını. Tığını. Ay sağ ol. Bəli, T-ni. Elə düşünməyin ki, bu sual istənilən sayda simvolu əvəz edir deyə gəlib buradan məsəl üçün sualın ulduz daha doğrusu istənilən sayda simvolu əvəz edir deyə gəlib buradan keçib bu tərəfə götürüb T-ni əvəz eləyib. Bu məsəl üçün sualda buradakı S-ni əvəz edib. Xeyr. Əgər Mümkün deyil o. R hərfinə bitişik yazılıbsa bu sual işarəsi, deməli elə o T-ni əvəz edib. Amma ümumi olaraq bu B variantı düz oldu yoxsa səhv oldu? Düz Düzdür. oldu da. Düzdür, Düzdür bəli. müəllim. Düzdür. Çünki Düzdür. A-dan bu suala qədər bütün hərfləri götürüb ulduz, bir dənə də T-ni də götürüb sual. Onda cavab düzdür. Bəli. Müəllim, bəs necə olanda düz olmur? Necə? İndi səhv variantını da deyəcəm. C variantı yazıram. Bax bu sözə uyğun tapırıq. Ha, magistr sözünə uyğun tapırıq. Yazıram M, ulduz, sual, T. Səhvdir müəllim.
Yox, Səhvdir. səhvdir. Səhvdir, bəli. R-sı Səhvdir, olur. R bəli. hərfi yoxdur da burada. R hərfi yoxdur. Bax görürsən, amma səhvin biri belə ola bilər. Bax bu T-dan sonra hərf olmalıdır. Bəs belə olsa, Düz olacaq. Düzdür. Düzdür mən. Yeri dəyişənə düzdür. bəs belə olsa, Xeyr. Səhvdir. İki dənə Yox, 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 yox. artıq oldu Yox, bir çünki daha. elə bilməyəcək. bəli. Bu da səhvdir. Və sonuncu Emin da, soluna sual qoysa da səhvdir əməl. bəli. Məsələn, yazıb burada M, A, C, ulduz, sual, bir dənə də burada sual. Bu Yox, səhv onda. Bu da səhvdir, səhvdir. bəli. Qabağında sual olmaz. Səhvdir. Bu da səhvdir. Əgər burada ulduz olsaydı, Olardı. Düz idi. Düz olardı. düz idi. Düz Bəli, idi. ay, sağ ol. Belə. Ümumi atacam bu dərsə, dərsi mütləq atacam. Bu Bir dərsdən də o çıxdı deyə- saxlanılmanı deyə bilərsiniz, o tam yol, qısa yol. deyəcəm hamısını deyəcəm. Tamam. Klaster Çox- məsələlərinə toxunacaq. Hə, bax burada ən başı bəlalı hissə gəldi, çıxdı. İşlənmələr. 1. Gəldi gələn dəfəki dərsə. Word dərsində bütün Word genişlənmələri həll eləyəcək. Bu getdi. 2. Excel dərsi. Bunları oxumayın ha. Yəni onsuz da oxumayarsınız, belə bir üzə demək olmaz. Yəni ki, hələ ki baxmayın. 3. PowerPoint-də bunları, yəni PowerPoint-in genişlənmələri, Access-in genişlənmələri və bu da ki, qrafik redaktorlar dərsində lap tutaq ki, birdən göydən daş yağdı, orada bunu öyrəndiniz. Amma yerdə qalan heç bir genişlənmələri biz bir də görməyəcəyik təəssüf ki. Baxın, burada ən çox qarışdırılan 2 dənə səs və video fayllarıdır. Bunun üçün də özümüzdən bir qayda çıxarmışdıq, nə qədər gülməli olsa da. Bax, video, düzdür? Video Onda bu sözündə, gəlmirsə, bəli, hə, V hərfi doğru. birinci sırada gəlir. Yəni, genişlənmələrin hansının ki adında V hərfi birinci yerdə deyil, bu video faylı deyil. Məsələn, bax, burada məsələn, VAV yazıb, tələbə deyir ki, mən bilmirəm, bu video dindir, nə bilim nədir. Amma V hərfi hansında ki, belə deyək, birinci və axırıncı deyil, daha doğrusu. Bax, V hərfi hansı genişlənmədə ən axırda deyilsə, yəni burada durmubsa, o video faylıdır. Bax, görürsən, video faylinə bax, axırda deyil. Axırda deyil. Amma axırdadırsa, avtomatik olur səs faylı. Axırda deyilsə, olur video faylı. Belə yazsaq, indi axırdadırsa səsli, axırda deyilsə videodur. Sonra burada Amir audio sözündəndir. Bax, görürsən, burada səs deməkdir. Audio. Sonra MIDI klaviatura vardı. Yazda gəlir səs yazmaq üçün, kod yazmaq, Bəli. musiqi yazmaq üçün, giriş qurğusu. Hızlı da elə bil ki, midi. Bəli, MP3-dəki səs vardı, bu heç. AV-ni bildiniz, hətta bu özü yazıq videoya oxşuyur. MPC, burada görsən qrafika var. Görüntü deməkdir. Video, V. Elə V ilə başladığına görə video. Sizcə MP3 daha qarışıqdır, yoxsa MP4? MP4. MP4. Bəli, çünki MP4. musiqinin içində heç vaxt video ola bilməz. Amma videonun içində musiqi ola bilər. Ona görə görsən, sanki bu MP4 MP3-dən bir tık yuxarıdır. Ona görə MP4 yazanda düşünün ki, bu daha qarışıq bir şeydir. Bu nə ola bilər? Video. Com.exe faylları, bunlar da əzbərləyin icraya, command sözündəndir. Demək ki, əmr, icra etmək deməkdir. Bat sözündəndir, bu da əmr faylıdır. Yerdə qalanlar asandır. Yazda gəlirsə backup keçmişdik sizdən, utilit. Diskin ehtiyac sürətini yaradır. Ehtiyac sürət. Hə. Bəli, sistem faylları, arxiv faylları. Sonra burada var library, Library, dinamik object. library deyilir buna. Kitabxanadır hər ikisi. Object kitabxanadır. Help kömək, elektron port, Pascal dili, Basic dili, C dili, Assembler, Fortran. Tamam. LNK-da link deməkdir. Yəni qısa yol. Qısa yol ilə linkdir də. Template. Bunu da Word-də keçirdik. Müvəqqəti. Müvəqqəti Müvəqqəti. şablon fayldır. HTML-dəki internet sənədinin formatıdır. Ha, bu şərhə nə yazsınız siz bu qədər? Heç nə müəllim, heç nə. Heç nə. Prosta mən ora girib oxuyuram ki, görüm bir dənə sual zad verərsiniz. Sonra bunu bitirdik. Burada çətin heç bir şey yoxdur. Gəldi fayl atributları. 4 dənə fayl atributumuz var. Bunu hasar Hasar. kimi yadda saxlamışıq. Hidden, Hasar. archive, system, read only.
Düzdür? Hə, indi bunları Hə. yadda saxlamaq çətin deyil. Bunların təriflərindən bunları tapmalıyıq artıq. Məsəl üçün read-only. Bu Word-də olsa burada çox danışacağıq. Bu asandır. Yalnız oxuna bilən Oxunma fayllar. rejimi. Bəli. Oxunma. Və görürsən, bu faylları redaktə etmək və silmək olmur. Faylın özünü silmək olmur, yoxsa içini silmək olmur. İçini. Aysa Evet. içindəkini silə Özünü bilməliyik. silmək Faylın olmur. özünü sil getsin. Bəli, içini silmək olmaz. Hidden. Götürüb ora yazmayacaq. Gizli faylların atributu nədir? Təəssüf ki, belə yazsa, o gizli sözündən h-nı tapasınız. Deyir ki, bu gizli faylları niyə yaradıblar? Əməliyyat sistemi fayllarını təsadüfi silinmədən qorumaq üçün. O bizə nəyə oxşayır? O evdə nəsə bir bahalı bir əşya olar, suvenir falan. Elə yerə qoyarsan ki, məsəl üçün təsadüfən əlin dəyib sınmasın. Gizlədərsən onu ya qoruyarsan. Bu da onun kimidir. Çox önəmli faylın varsa onu gizlət. Gizlətməni geri qaytarmaq olur. Amma nəsə bir dənə shift delete falan silsən getdi. Bu sistem faylları asandır. Baxan kimi görürsən də əməliyyat sistemlərində istifadə olunur. Yesi genişlənmə. Bəli, arxiv faylları isə nədir? Bəzən yazanda ki, bu fayl, bu atribut daha doğrusu faylın ehtiyac sürəti olduğunu bildirir. Bu bizə çatmır. Nə dəxli var arxivlə ehtiyac sürətinin? Əslində elə faylın arxivi bir növ ehtiyac sürətidir. Məsələn, deyirsən ki, sənə PDF göndərəcəm. Soruşurlar ki, nə qədərdir onun həcmi? Deyirsən 80 meqabayt. Deyir, qardaş, bu biraz çoxdur. Bunu biraz arxivə sal göndər. İndi arxivə saldım 30%, gəldi elədi məsəl üçün 56 meqabayt. İndi içindəki informasiyalar bunun dəyişdi yoxsa eyni qaldı? Dəyişmir, Eyni həzmi qaldı. kiçilir. Ay, sağ ol, Eyni eyni qaldı. qaldı. İnformasiya Eyni eyni qalır. qalır, amma onun həcmi azalır. Elə belə Hə. çıxır ki, bu faylla bu fayl bir-birinin nə idi? Ehtiyac sürəti. Ehtiyac. Ona görə deyir ki, arxiv faylları faylın ehtiyac sürəti olduğunu bildirir. Bu da oldu bizim fayl atributlarımız. Hasar kimi yadda saxlayın, çıxsın getsin. Sonra şərhli yazmağı dayandı. Hamı dərsə qulaq asın. Demək, indi gəldik qovluq və kataloq anlayışına. Qovluq və kataloq. Bunların heç bir fərqi yoxdur. Kataloqla qovluq eyni anlayışdır. Hər ikisi yəni faylları saxlamaq üçündür. Və siz disklərin məntiqi adını bilməlisiniz. FTD-nin həcmi nə qədər idi? 1,44 megabayt. və Düzdür? 4 yadda saxlanmış. Ay sağ olun. Hətta biz bu F-ə demişdik ki, bu first deməkdir. Baş Birinci. birinci. Ona niyə görə first demişdim? Onu iki səbəbdən demişdim ki, bir səbəbi budur ki, bəzən götürür FTD-nin adını qəsdən yazır ki, 14,4. Onda yadına salacaqdın ki, axı müəllim bizə demiş ki, bu F1-də nə idi? 14 ola bilməz. Onda o vergülü buradan atmalısan. 1,44 olmalıdır. İkinci səbəbi də buna görə demişəm ki, o first bizi yenə də bunun məntiqi adını tapmağa kömək edir. Əlifbanın first-üncü hərfləri hansıdır? Sınavlarda bir dənə D artırdıq. Bəli, A və B. Ona görə A, B. FTD-nin elə məntiqi adı olur A və B. Yəni kompüterdə FTD görünmür. Onun yerinə A və B görünür. Sonra bu disklər hansı disklərdir? Winchester'ın S3. Nə disklərdir bunlar? Sərt disk. Az yaddaşdır. İstədikdən yadda saxlayırıq. Sərt Bəli, disk. bəli, qulaq asın. Sərt disk. Bax görsən? Sərt disk. Aha. CD bizə sərt disklərin adını bildirir. İndi hansında o ehtiyac yoxdur. Amma birinci sərt disklərin adı CD idi. Baş hərflərindən götürülüb. Sərt disk. Oradan götürülmür əslində. Yəni biz belə deyirik. Sonra gəldi CD, DVD diskləri. Və bunlar da qaldı sizə. Həmişə deyirik ki, bunu evdə öyrənin. Sizin CD, DVD. Harda ki o ən uzaqda, küyüdə uzaqda qalan disklər var. USB portlarıdır, flash kartlardır, mikro kartlardır. Bunların hamısında F-lə. Yəni ən axırıncı hərflə. A, B, C, D, E, F. Bunlar da buna işarə edilir. Bildiniz? Yəni adında D hərfi olanlara aid deyil F. F ucu ən axırda, qıraqda, bucaqda qalanlar. Disklər deyəndə adamın ağlına birinci D hərfi gəlir. Düzdürmü? Bu D hərfiyə aid deyil F. Sonra, bax burada gəldi. Bir də ki, müəllim, Bəli. bizdə soruşa bilər, məsəl üçün HDD hansıdır və yaxud da ki, SSD hansıdır?
soruşa bilər. Məsəl üçün ST-ni. Hə, Sizdəcə HD'nin lazım adı deyil. Winchester'dır. Yox, onu HD'nin demirəm. Məntiqi ad olaraq C yo yo hansıdır, yo D yo deyirsən hansıdır? hansı C'dir, hansı Onu soruşa D'dir? bilər. Yo yo Hə, onu onu soruşa soruşma. bilərik. Yo yo. Hə. Çünki onların ikisinin de adı C ilə D ola bilər. Konkret deyil. Hə, məsəl üçün bizdən soruşdu, məsəl üçün HDD hansıdır? Həm C, həm də D olan variantı Ay götürək. sağ ol, bəli. Çünki aciza komitədə biz Okey. HD'ni iki yerə bölə bilərik. C və D disklərini. Hə, İndi mənə okey. deyin Tamam, görüm. çox sağ ol. Buyur, xoşdur. D kainat magistr informatika sınaq yazılışındakı fayl hansıdır? Bax, səhərdən danışırıq. Fayl, D. sınaq, D. sınaq, ən Ay sağ ol. axırıncı Fayl, sınaq. Sınav olan. Ən sonuncu. sınaq. Niyə görə? Çünki faylın Onun adı üzərində və əməliyyat aparırıq. bəli, faylın adı və genişlənməsi olur. Ona görə burada fayl adı sınaq dokdur. Bunu bildik, əla. Bunu çözə bilirik. Çözə bilməlisiniz. Bu boyda yazılışa baxmayaraq, burada cəmi bir dənə fayl adı nədir? Sınaq doc. Yaxşı, ikinci sual. Verilmiş, yenə də bax, bu boyda bir həngamə verir və soruşur. Verilmiş faylın təyinatı nədir? Bu cümlə Evet. elə bilin ki, belə soruşur. Bu nə Sənəd fayl? faylı, mətn, Sənəd faylı. Ay sənəd sağ faylı. ol, sənəd Sənəd faylı. faylı. Sənəd Verilmiş faylı. Dostdan faylın təyinatı Word-də nədir? hazırlanıb deyə. Verilmiş faylın təyinatı nədir deyəndə bir növ onun içindəki məlumatın nə olduğunu soruşur. Bəli, sənəd faylıdır və yaxud nə bilim mətn faylıdır. Sonra nəyi bilməliyik? Verilmiş fayl hansı diskdə yerləşir? D diski lazım deyil. Deməli, o İnformatika. D diski hansı disk idi? İnformatika. Yox, disk. Dil nəyi bildirirdi onu deyir. SSD HDD-dir də. SSD idi olan. Ay sağ ol, sərt diskdə yerləşir. Bunu deyirəm. Deməli, SSD sərt disklərdir. Bəli, bəli, hə. Onu deyirəm, bəli. Növbəti sual bunu verə bilər. Verilmiş, görün bunu təmizləyim də qəşəng, bir dəqiqə. Sonra bax bunu soruşa bilər. Verilmiş faylın yerləşdiyi qovluq hansıdır? İnformatika. İnformatika. İnformatika, bəli. Bəli, informatika. İndi bir dənə sual verim. Verilmiş faylın yerləşdiyi qovluqdan iki kataloq yuxarıdakı qovluq hansıdır? İki səviyyə geridəki Kainat. qovluq hansıdır? Kainat. Kainat. Bəli. Bax, mən sınağa salmışdım keçən dəfə. Verilmiş Bəli. faylın yerləşdiyi qovluqdan iki səviyyə geri. 1, 2. Kainat qovluğu. Kainat. Ay sağ ol. Bəli, faylımız sınaq dokdur. Faylımızın yerləşdiyi qovluq informatikadır. Yaxşı, faylın yerləşdiyi qovluğun yerləşdiyi qovluq hansıdır? Deyə başqa Magistr. Magistr. Magistr, bəli. Magistr. Ay sağ ol. Faylın yerləşdiyi qovluğun yerləşdiyi qovluq magistrdir, düzdür. Əla. Bu çətin deyil təbii ki. Onda kim deyər, faylın tam adı nədir? Faylın hamısını götürür. Ümumi Tam adı deyəndə D-də, Fayda yox, kimi, yox, fayda götürür. kimi. Bəli, indi qulaq asın. Faylın tam adı deyəndə fayl özü də daxil olmaqla başdan ayağa nə varsa götürürsüz. Bu da olur faylın tam adı. Düzdür? Bəli. Faylın tam adı, fayl özü daxil olmaqla yerdə heç nə qoymursunuz. Tam deyil, adı üstünə tam. Tam olaraq götür. Amma bəs sadəcə faylın tam adı yox. Elə ki, buradan tamı çıxırıq. Faylın sadəcə adı desə, İnformatikaya İnformatikaya ay qədər. sağ ol, İnformatika. informatikaya qədər. Bildiniz? Bir daha deyirəm. Faylın tam adı fayl daxil olmaqla götürülür. Faylın adı fayl daxil olmamaqla götürülür. Faylın tam yolu yenə fayl daxil olmaqla götürülür. Faylın yolu Bu fayl nə özü ola daxil bilər? olmur. Necə? Faylın yerləşdiyi qovluğun yolu desə onda magistra qədər götürür. Tam yolu desə informatika daxil Ay sağ götürür. ol, bəli. Artıq Hə, bu qaydanı biləndən sonra o yerdə qalanları istənilən cür rotasiya eləyə bilərlər, istənilən cür dəyişə bilərlər. Bax, sən demiş, faylın yerləşdiyi qovluğun tam yolu informatika qarşı götürməliyəm. Amma faylın yerləşdiyi qovluğun yolu bu informatikanı götürməməlisən. Magistra Tamam. qədər götürməlisən. Kimin sualı var, versin, buyurun. Yoxdursa bundan sonraki bizim bir dənə işimiz qaldı. O da çox önəmli işdir. Bu işdə klaster məsələləri. Hə, indi bura diqqətlə qulaq asın ki, klaster məsələlərini qəbulda düz yazasınız.
100% demirəm, 95% bu il mən qayğımda bu gözləyirəm. Birinciyə də salmalılar, ikincidə bu böyük təhlükədir. Klaster. Klaster məsələləri ilə bağlı bizim hər zaman müqəddəs bir kəlamımız var. Bu dərsə bu hissəyə başlayan kimi. Kim deyər nədir o kəlam? Klasterlə Bir bağlı. klasterə bir fayl. Ay sağ ol. Baba bunu mütləq şəkildə qulağımıza sırğa eləyək. Bir klasterə bir fayl yerləşə bilər. Klasterin ölçüsündən asılı olmayaraq. Ay sağ ol, ölçüsünə asılı olmayacaq. Və indi bunu sizə əyani şəkildə göstərim. Bu bir klaster. Təəssüf ki, klaster disk demək deyil. Klaster diskin bir hissəsidir. Şəkli düşmür deyə üzərinə çəkib göstərmirəm. Buna ehtiyac yoxdur. Bu birinci klasterdir, ikinci diskdir. Bunların fərqi nədir? Diskdən başlayıram. Bax, tutaq ki, bunların hər ikisinin həcmi 10 kilobaytdır. Birinci də, ikinci də. İndi mənim əlimdə 3 kilobaytlıq eyni sayda, yəni Allah bilir nə qədər fayl var. Bu 3 kilobaytlıq faylın neçə dənəsini 10 kilobaytlıq diskə qoya bilərəm? 3 dənəsi. 3 Üç dənə. dənəsini. 3 plus dənəsini. 3 plus 3. Bəli, 9. Bəs bu 3 kilobaytlıq faylın neçə dənəsini bu klasterə qoya bilərəm? Bir dənə. Bir dənəsini. Bəli. Bir dənəsini. Təəssüf ki, burada neçə megabayt israf olunacaq? 7 megabayt. Yəni 10 Bu kilobaytlığa niyə 3 elə olur kilobayt. ki? Necə? Niyə elə olur ki? Bu ona görə belə olur ki, bizim fikir vermisinizsə, kompüterdə heç vaxt MP3 faylımız gedib doc faylına qarışmır. Belə bir şey görmüsünüz, nə vaxtsa qarışsın. Açıb görmüsən, sərbəst işin içində, nə bilim, kimisə mahnısı gedir. Belə şey görmüsünüz? Yox. Bəs Yox. bunu kim eləyir? Bunu yazı klaster eləyir, belə. Ona görə bir klasterə bir fayl yazmaq olar. Bu nə deməkdir? Bax, elə bilin ki, səni, indi bizi tutaq ki də, uşaqlıq evdən göndəriblər bazara. Deyirlər ki, get, bax, bu paketlərdən götür, paketin biri tutur 5 kiloqram paket. Düzdürmü? Get alma al, armud al, nə bilim, heyva al, nar al. Düzdür? Hərəsindən də al, tutaq ki, 4 kiloqram. Sizcə sizə neçə dənə paket lazımdır? Amma qarışdırma, ha, deyirlər bir-birinə. Qarışdırmadan 4 paket lazım. 4 paket lazım. Qarışdırmadan 4 dənə. Ay sağ ol. Baxın, eynisi budur. Bizim kompüterimizdə bu qədər informasiyanın nizamlı şəkildə saxlanmasına, birinin digərinə qarışmamasına səbəb klasterdir. Əgər sən bir malın digər mala qarışmağını istəmirsənsə, avtomatik nə etməlisən? İsrafçılıq eləməlisən. Lap deyək ki, sən heç armudu aldın 1 kilo. Əlindəki paketdə elə 5 kiloqram tutur. Sən yenə neçə dənə paket istifadə eləməlisən bura? Bir dənə. Yenə 4 dənə paket olur. Ay, sən yenə Bəlkə kimi, amma paketlər olur. məsəl üçün Hə. bəs məsələn belə desək də ikisi də eyni fayldır, eyni ölçüdədir. Yəni Aha. eyni 3 kilobaytlıq da ikisi də, amma eyni fayllardır. Hə, Onlar yox, bəs yenə. klaster ikisini də yerləşdirmək olar. Məsələn, deyirsən Yoxsa ki, yenə bir dənə? deyirsən ki, klasterin həcmi 10 kilobaytdır. Əlimdə də 2 dənə 3 kilobaytlıq Word faylı var, düzdür? Aha, ikisi də Word-dür, aha. O yenə də olmaz, yox. Yenə buna da 10 lazımdır, buna da 10 lazımdır. Yəni Onda klasterə yenə şeydir. Yəni klasteri bir dənədən artıq heç nə əlavə etmək olmur. Bilirsən nə yox ki, Belə mən bunu həmişə ekrana yazmıyorum. Mən bunu həmişə ən gözəl üsulunu deyim sizə. Baxın. Klaster bərabərdir stan tələsi. Fayl Bir dənə sən tuta bilirik. bərabərdir stan. Şu. Yəni düşünün ki, bu klasterdir. Bax, durub burada. Burada da fayllar ard-arda durub. A, B, C, D. Bunlar qaça-qaça gəlib buradakı bu pendiri götürmək istəyir. Balaca pendiri. Bu təliyə neçə Biri dənə təliyə stan düşə düşəcək. bilər? Bir dənə. Dənəsi. Ola bilər pendiri Bir dənə. çox stan götürsün. Amma oranın içinə yalnız bir dənə stan düşə bilər. Ona görə klaster stan tələsidir. Bir stan tələsinə də maksimum bir dənə stan düşə bilər. Yəni eyni anda. Bildiniz? Eyni anda deyirəm. Bir də ha. məsəl üçün Hə, siz buyurun. 3 kilobayt dediniz. Məsəl üçün 7 kilobayt da ola bilər də, hə? Hə, ona qədər yeşil də ola bilər. Hə, okey. Prosta ona qədər mən dedim birdən nəsə fərqli bir şey olar. İndi Mən dedim, onun ona fərqlisi görə nədir siz filan? soruşdunuz. Baxın. Bir klasterə yalnız bir fayl yaza bilərik. Amma bir faylı bir neçə klasterə yaza bilərik.
Məsəl üçün bax, həcmi 14 kilobaytlıq olan bir faylı neçə dənə 5 kilobaytlıq klasterə yazarsan? 3. 3 3 dənə. dənə. 3 dənə, bəli. Baxın, biz bayaq Onda dedik hissə, ki, bir elə bir faylı hissələrə böləcəyik. bəli. Bayaq dedik ki, bir klaster. Klaster 1-dirsə, ora bir dənə fayl yaza bilərsən. Amma mən demirəm ki, klaster 1-dir. Deyirəm ki, 14 kilobaytlıq faylı neçə dənə 5 kilobaytlıq klasterə yaza bilərsən? 3 dənə. Bildiniz? Ona görə də bu tip suallar sizin qarşınıza belə çıxacaq. Baxın, birinci belə ola bilər. Deyəcək ki, həcmi 21 kilobaytlıq olan faylı yazmaq üçün 8 kilobaytlıq klasterlərdən istifadə olunur. 1. 3 dənə Neçə klaster dənə istifadə klaster olunacaq. lazımdır? 2. Bu fayl diskdə nə qədər yer tutacaq? Bəli. Diskdə nə qədər yer tutacaq? Nə tər hesablayırıq bəs? 24 Deyəcəm olacaq, onu deyir. Lazım. 21-i Hayır. yazmaq üçün neçə dənə 8 lazımdır? 3 dənə. 3. 3 dənə 8 götürmüsənsə, elə o 3 dənə 8 qədər də yer tutacaq. 24 kilobayt. Bax, yenə də gəldi israfçılıq elədi. Özü 21-dir, amma tutduğu yer oldu 24. Belə çıxır ki, faylın həcmi klasterin sayını o klasterə vurulan, klasterin həcmində olan hasili ilə tapılır. Məsəl üçün, həcmi 31 kilobayt olan faylı 10 kilobaytlıq klasterə yazsam, nə qədər yer tutar? 40 kilobayt. Ay, sağ olun. 31-i yazmaq üçün neçə dənə onun lazımdır? 4 dənə. 4 dənə. Bəs 9 31 nə qədər yer kilobayt tutur? artıq qalır da müəllim. 4 vur 10 bərabərdir 40 kilobayt. Ay, 9 sağ olun. kilobayt, 9 kilobaytlıq yer boşdur. Elə bilin ki, 3 dənəsi tam doldu. 3 dənəsi getdi 30. 1 kilobayt qaldı. O 1 kilobayta da gedib bir dənə klaster götürürsən, sadəcə onun 1 kilobaytlıq yerini tutur. Amma 9 kilobaytlıq yeri boş qalır. Boş qalsa belə biz oraya heç yaza bilmirik. Niyə? Çünki faylları bir-birinə qarışdırmaq olmaz. İndi sizcə Çünki klasterin biz israf həcmi edirik. artanda biz israf edirik, yoxsa qənaət edirik? İsraf edirik də. Neyniyim də? İsraf edirik, müəllim. İsraf olunur da. İsraflarda. Bəli, israf olunur. Müəllim, bugün bizim sınavda bir sual düşmüşdü. Demiş ki, hansı fayl diskdə əlavə yer tutmaz? Klasterin ölçüsü 4 kilobaytdır. O fayllar diskdə əlavə yer tutmur ki, onların həcmi klasterin həcminə tam bölünsün. Hə, açıq sual düşmüşdü. Bax, məsəl üçün, gəlin görək bu fayl artıq yer tutacaq. Həcmi 20 Deyin kilobaytdır. istəyirsiniz variantlarım. Bax, həcmi 20 kilobaytdır. Klasterin də həcmi 5 kilobaytdır. 20 Müəllim, orada kilobayt bilirsiniz, yazmaq məndə nə səhv olmuşdu. Orada megabaytla vermişdi. Onu kilobayta çevirmədim deyə səhv getdi məndə. Hə, canım sağ olsun. 20 kilobayt yazmaq üçün neçə dənə 5 kilobaytlıq fayl lazımdır? 5 dənə. 4 dənə. 4 dənə. 4 dənə. Elə o 4 dənə 5 dənə qədər yer tutur? 20. 27 kilobayt. Görsən artıq yer tutmur. Bir dənə bir şey. Bəs bir şey deyə bilərəm. Xədicə de görək, nə deyirsən? Variantlarda 11, 30, 50 var idi. Yəqin ki, onlar bir də 60. 60, 20, 24. Onda 11-dir, 30-dur, 60-dır, 50-dir. Bunlar onda əlavə yer tutur. Baxır klasterin həcminə. Klasterin ölçüsü 4 kilobayt idi. Onda 60 imiş. Əlavə tutmayan 60. 4-ə bölünənlər əlavə tutmur. 4-ə bölünməyənlər əlavə tutmur. Fidan deyil. Müəllim, orada megabayt kilobayta çevirmirdi ki. Bilmirəm, mən testi görməmişəm əsas. İndi Orada baxıb müəllim deyərəm. 2 dənə ya da 3 dənəsi megabaytla idi. 10 kilobayta çevirib sonra bölməli idi. Hə, o da Yoxsa olar. cavab düzəlmir. Müəllim, chat hissəsinə atmışam, baxa bilirsiniz sonra. Gördüm, prosta sadi orada da şey vermir baxın. Klasterin həcmini verib orada. Megabayt olanlar düz idi müəllim cavab. Çünki çevirəndə 4 4-ə bölünür. kilobayt verib. Hə, o 4 kilobaytsa hansı 4-ə bölünürsə artıq yer tutmur. Hansı 4-ə bölünmürsə artıq yer tutacaq. Fidan nəsə deyirdin, de görək. Bunu açıq sual kimi vermə ehtimalları var. Məsəl üçün 4 Hə, kilobaytlıq verə bilər. yox, məsəl üçün 4 kilobaytlıq klasterdir, məsəl üçün deyim də, hansılarda tam yer tutur kimi bir sual idi. Sual tam indi deyə bilmədim. Ola Onda bilər biz də, məsələn, onu sən 4-ə taparsan bölünənlər 2, hamısını 4, yaza 5. bilərik.
2, 4, 5 tapmayasan cavabı tutaq ki, onu kodlaşdıra bilərsən də açıq suala. Sınağa elə 2, 4, 5. Elə yox. Sınağa elə düşməz deyə düşünürəm. Yəni inşallah ki, açıq suala Düşmüşdü. salınacaq. Bayaqlar var idi bir dənə sanmışım. Baxın, bir Yox, dənə bu bizim qaldı, imtahana. bunu da deyim, indi vaxtımız tutaracaq. Bir sektor 512 byte və ya 0,5 kilobayt. Sektorlarda birləşib nə əmələ gətirir? Klaster. Klaster. Klaster daha böyükdür. Bu sualı belə verə bilər. Bir daha deyirəm, sektorlar klaster əmələ gətirir. Baxın, tezdən göstərim. Bu balaca hissələr var ha, bu balaca hissələr. Bax, məsələn, bura, bunlar sektordur. Amma bu sektorları birləşdirirsən belə. Bax, görürsən, bir dənə bu qırmızı yerə bax, bu ucu klaster. Ona mənə deyin görüm, bir sektorun həcmi 0,5 kilobaytsa, 10 sektordan təşkil olunmuş klasterin həcmi nə qədər olar? Heç 10 vursun. 5 kilobayt. 10 vurulsun 0. Aysa 5 kilobayt. İndi tərsini deyirəm. Deyirəm ki, klasterin həcmi 30 kilobaytdır. Bu klaster neçə sektordan təşkil olunur? 15 sektor. Böyle değil. 15. Bu çaşdırıcıdır. 60. 30'u bölürük 0.5'e. 5. Ay sağ ol. 60 sektor. Ha, 60. Ha. Bu klasterdir ha. Klaster daha çox sektordan təşkil olunur. 10 sektor deyirsə onu vurursun tam onda 5'ə. Yox desə ki neçə dənə sektor götürürsən 30 eləyər. Təbii ki 60 olmaq üçün 0,5'ə vuranda 30 eləyər. Bu da benim. Bu qədər. Qalan bütün məsələlərin hamısının quiz üzərində. Əyani qruplar. Hamımızın sabahki testi əməliyyat sistemidir. Xəbəriniz olsun. Onlayndakı əl alqoritmləridir. Onlarda növbət dəfə yazacaq. Belə, inşallah həftənin ikinci günü yenə də əlavə dərsdə görüşərik. Sağ olun. Sağ olun. Dərsin rekordunu atardınız da zəhmət olmasa. Yaxşı, yükləyib atacağım. Sağ olun mən. Sağ olun. Adilən dərs olmayacaq bundan sonra, test saat olmayacaq. Bugün yox. Oldu, çox sağ ol. Sağ olun. Sağ olun, mənim gecəniz xeyir. Sağ olun, mənim